Bu video ümidini itirənlərə, tükənmiş hiss edənlərə, özünü çarəsiz hiss edən hər kəsə bir mesajdır. Hamımızın həyatda qırıldığımız anlar olur. O anlar ki, əslində bizim ən dibə vurub, daha sonra yenidən qalxma fürsətimizin olduğu anlardır. Sanki bir növ indiyə qədər tanıdığımız, anladığımız həyatı geridə buraxıb, sıfırlayıb, yeni inanclar formalaşdırıb növbəti bir həyata, yəni yetişkinlik dövrünə keçdiyimiz dövrdür. Bunu hər birimiz müxtəlif yaşlarda təcrübə edirik. Bəzən bu yetişkinlik sınağını 50 yaşında, bəzən erkən yaşlarda, 15-16 yaşında, bəzənsə həyatın gənclik dönəmindən yeni çıxarkən 30'lu yaşlarında təcrübə edirik. Burada yaş önəmli deyil. Önəmli olan bizim ruhumuzun nə zaman böyüməyi seçdiyidir. Amma gəlin baxaq. Biz bu duyğuları yaşayarkən özümüzü bu vəziyyətdən necə çıxardırıq? Hər kəsdə bu sınaqlar, ağrılar necə baş verir? Bəzən yolda itirik, bəzən xəyanət yaşayırıq, bəzən etibarsızlıq yaşayırıq və yaxud da özümüzlə bağlı belə xəyal qırıqlığı yaşaya bilirik. Və yaxud da inanclarımız, ümidlərimiz bir anda yox olur. Həyata qarşı eşqimiz, inamımız və ümidimiz azalır. Hər kəsin bunu təcrübə etdiyi bir zaman dilimi vardır həyatda. Və maraqlısı odur ki, hər kəs həmin an sadəcə onun belə yaşadığını düşünür. Sadəcə onun bu ağrılardan keçdiyini və tək olduğunu düşünür. Amma əslində hər birimizin içində bu duyğuları təcrübə edən bir tərəfimiz var. Məhz bizi də birləşdirən insan olaraq bu duyğulardır. Sizlə yaşadığım maraqlı bir hekayəni bölüşmək istəyirəm. Bir neçə ay öncə bir həftə ərzində İstanbulda qalmışdım və həmin o bir həftə ərzində hava olduqca tutqun idi, buludlar var idi və mən bir həftədə günəşi görmədim İstanbulda. Azərbaycana dönmə zamanı gəldikdə mən təyyarədə olduğum zaman bir anlıq o qara buludları keçdikdən sonra günəşi gördüm. Günəşin nəhəngliyini, böyüklüyünü, işığını, sanki istiliyini hiss elədim və qəlbimdə isti və yeni duyğular yarandı. O an düşündüm ki, bir həftədir mən yerdən göyə baxdığım zaman mən günəşi görmürdüm. Mən sadəcə qara buludları görürdüm və bu mənim ruh halıma təsir edirdi. Amma reallıqda nə idi? Günəş yox idi mu? Bəlkə günəşlə mənim aramda sadəcə müvəqqəti qara buludlar var idi. Bəs mənim o qara buludlara münasibətim necə idi? O baxış mənim şəxsiyyətimi formalaşdırır, mənim həyata olan inancımı, baxışımı formalaşdırır. Və təyyarə ilə o buludların içindən keçdikdən sonra gələn o fərahlıq, işıq, canlılıq enerjisini görəndən sonra düşündüm ki, elə həyatımızda da o qırılma anları məhz bu anlardır. Biz o an günəşi görmürük və zənn edirik ki, günəş yoxdur. Bu bir yanılmadır əslində. Bəzən biz xatırlamalıyıq ki, bu buludlar müvəqqətidir. Bəzən biz xatırlamalıyıq ki, biz bu buludların içindən keçəndən sonra günəşi, yəni əsl məni, əsl həyatı, əsl canlılığı görə bilərik. Çünki nə yaşayırıqsa yaşayaq, əslində bizim növbəti pilləmizi formalaşdıran şey bizim baxış bucağımızdır. Ona görə təsadüf deyil ki, bənzər çətin hadisələri, bənzər çətinlikləri yaşayan insanlar bu hadisələrdən fərqli keçir. Bütün məsələ onların baxış bucağındadır əslində. Hər zaman düşünmüşəm, həyata və özümüzə yenidən bir şans verməliyik. Yaşanılan təcrübələr bizim üçün qanun, qərar, bir inanc kimi qəlibləşməməlidir. Yəni, əgər çox sevdiyiniz birindən bir sədaqətsizlik yaşayırsınızsa, bu bütün insanların sədaqətsiz olduğuna gəlmir. Bu bütün dünyanın vəfasız olduğuna gəlmir. Amma necə ki, təsəvvür edin, balaca uşaq 1 yaşında ilk dəfə gəzməyi öyrənərkən ən az 2000 dəfə yıxılır və təkrar durur. O demir ki, mən yıxıldım və bir daha gəzməyəcəm. Amma bizlər yaşımızın artmasına baxmayaraq, zaman keçdikcə özümüzü qoruma, müdafiə mexanizmimiz o qədər işə düşür ki, bir dəfə yaşadığımız ağrı hissinə görə bəzən bütün qəlbimizi bağlayırıq. Bir dəfə qəlbimiz qırılır deyə bütün insanlığa qəlbimizi bağlayırıq. Ən əsası özümüzə olan sevgiyə qəlbimizi bağlayırıq. Zənn edirik ki, özümüzü sevirik, zənn edirik ki, özümüzü qoruyuruq. Amma daxilən sevgi axmırsa çölə, orada heç bir əsl dəyərdən, əsl sevgidən danışmaq olmaz. Sadəcə qorxan bir mən, qorxan bir ego danışa bilər. Bir daha əzilmək istəməyən ego danışar. Amma insan bəzən dərinləşəndə, bəzən həyata fərqli bir tərəfdən baxanda, fəlsəfəni dəyişəndə, bütün hər şey öz anlamını dəyişir. Bu an yaşadığınız sıxıntılar bəlkə də 5 il, bəlkə də 10 il sonra çox daha fərqli, çox daha sadə gələ bilər sizə. Çünki xatırlayın, əminəm ki, həyatınızda öncə
öncələr yaşadığınız, o an çox qlobal olan, çox çətin olan, içindən çıxmaram dediyiniz hadisələr bu gün sizin üçün daha az anlam kəsb edə bilər və ona görə insan dəyişkən olduğunu unutmamalıdır. İnsan həyatın axdığını, bir yerdə qalmadığını unutmamalıdır. Bəs biz nə üçün bu qədər çətinliklərdə ilişib qalmağı seçirik? Bəs biz nə üçün duyğu kimi axmırıq, bulut kimi axmırıq, təbiətə niyə baxmırıq? Hər şeyin həyatımızda bir anlamı olduğunu görə bilmirik. Bəlkə də elə o günəşin qədrini bilmək üçün biz bəzən buluda məruz qalmalıyıq. Bəlkə də özümüzün dəyərimizi bilmək üçün, öz gücümüzü tapa bilmək üçün biz çətinliklərdən keçməliyik, kim bilir. Elə insan həyatı da fəsillər kimidir. Biz hər zaman həyatımızda müxtəlif fəsillərdən keçirik. Hər zaman bahar olmur, hər zaman da qış olmur. Bu insanın öyrənmə periodunun gözəlliyini əslində bizə göstərir. Dəyişkənliyin içindəki gözəlliyi görməliyik. Ona görə də nə çətinliyin, nə də bəlkə də uğur sandığımız duyğuların həyatımızda ilişib qalmasına, ona tutunmağımıza baxışımızı dəyişməliyik. Bəzən bir uğuru buraxmalıyıq ki, başqa bir uğur gələ bilsin. Bəzən mənimdir dediyimi buraxa bilməliyik ki, daha böyük hədiyyələr ala bilək. Həyata daha fərqli bir yerdən baxdığımızda, bəlkə də bu an yaşadığımız acı reallıq dediyimiz, şərtlər dediyimiz, çətinlik dediyimiz hər şeyin mənası dəyişər və zehnimiz dəyişdiyi üçün biz daha fərqli birinə çevrilərik. Bizim sadəcə bəlkə də özümüzə qarşı şəfqət duyğusuna ehtiyacımız var. Bu yaşadıklarımı niyə yaşayıram deyərkən oxun bir ucunu özümüzə döndəririk və bunun ucu əslində bizi incidir, bizi yaralayır. Bəlkə də bunu yaşamaq məni çox yüksək yerlərə qaldırır, kim bilir. Bəzən hadisənin içində detallarda ilişib qalırıq, bəzən qarşı tərəfi günahlandırırıq. Amma hadisənin bizə gətirdiyi hikməti qaçıra bilirik. Dərd dediyimiz anların içində dərmanı qaçırmış oluruq. Amma bir pillə yuxarıdan baxdığınız zaman əsla əvvəlki kimi hiss eləməyəcəksiniz. Və əminəm, hər birimizin içində bu buludların içindən keçəcək güc, iradə, qüvvət və cəsarət var. Sadəcə özünüzə şans verin, amma özünüzə şəfqət göstərərək şans verin.